Sözlərdə sahiblərin yazılışı. Bəzi Sözlərdə sahiblərin deyilişi və yazılışı fərqlənir. Bu cür sözlərin yazılışında bəzən səhvə yol verilir. Məsələn, ailə əvəzinə səhvə ailə yazırıq. Sözlərin düzgün yazılışı orfoqrafiya lüğətində əks olunur. Afərin. Başda indi sənə sözlər vermişəm. Nurlan, sözlərdə sahiblərin yazılışı doğru olanların qarşısına D, yanlış olanların qarşısına Y yazacaq və eyni zamanda yanlış olan sözləri yenidən yazacaq. Buyur. Necə yazılmalıydı Nurlan? Zürafə. Yaz yazılışın qarşısında. Afərin. Nurlan, sənin bir səhvin var artıq. Fəal sözünün yazılışı doğrudur. Bəli, o doğrudur. Fəal yazılmalıydı. Doğrudur. Orada yanlış deyil, doğrudur. Nə yazırıq? Qarşısından yaz ki D. Fəal sözünün qarşısından D yaz. Pozmaq lazım deyil. Ay Nurlan. Qarşısından yazırsan, buradan yazırsan D. Çünki doğrudur. Bəli. Nurlan, oğlum, sən bunu səhv yazmısan. Bax, fəal sözü yazılışı doğrudur. Belə olmalı deyil. Ona görə yanlış deyil, doğrudur. Afərin. Heç nə yazma. Yazdın da oğlum, yanlış, doğru yazılışın yazmısan. Ehtiyac yoxdur. Afərin, konfet. Aha. Nurlan, bir səhvin oldu. Bildin də hansında? Fəal yazılışı. Fəal doğrudur. Yaxşı, keç ağılı balam.